Assalamualaikum, değerli ve güzel insanlar. Axşamınız xeyirli uğurlu olsun inşallah. Mən bu ürək dağlayan, ürək parçalayan yorumları görürəm, həqiqətən pis olur. Məsəl üçün 3 dənə, 5 dənə qazi və yaxud veteran təlxəklik eləyirsə, düşüklük eləyirsə, bunun cəzasını hamı çəkməli deyil. Düzdürmü? Yəni necə deyim sizə? Mən sizə misal belə çəkim ki, 10 dənə həkimin içində bir həkim pisdirsə, demək olmaz ki, bu xəstəxanada həkimlərin hamısı pisdir. Və yaxud məktəbdə bir dənə müəllimə pisdirsə, demək olmaz ki, bütün müəllimələr pisdir. Düzdürmü? Yəni bu da veteranlarımız, qazilərimiz də həmçinin onun kimi bir şeydir. Yəni belə deyim də sizə, mən heç vaxt başa vurmamışam olunan şeyləri, olunanları. Borcumuz idi, elədik, gəldik. Amma ki, heç kimin nə yaşadığını bilmir. Mən 2 il əsgərlikdə olmuşam. 6 ay artıq xidmət eləmişəm. Müharibədə görmüşəm. Əsəblərim yerində deyil. Sakitlik axtarıram, təklik axtarıram. Cəmiyyət içində dura bilmirəm. Səbrim çatmır. Yəni necə deyim sizə? Giram o yorumları görürəm, Allah andolsun ürəyim parçalanır ki, yəni bu qədərmi tez unudulduq, bu qədərmi yazırlar ki, qazilər, veteranlar istifadə edir. Açın başa dönüm, nə istifadə eləmişik, nə eləmişik, nə ağarmışıq. Ağzımıza çan kimi deyirsiniz ki, borcunuz idi, elədiniz. Yaxşı, Allah canını sağ etsin, borcumuz idi, elədik. Qaldı ki, kiminsə pis yaşayıb, kiminsə yaxşı yaşamağına hər günümüzə min şükür. Amma yəni siz necə? Siz deyirsiniz, istifadə edirlər, belə istifadə edib, nə edib? Başa dönüm. Babat yaşayır, ya babat imkanı var, babat nə geyinir, giyir, içir, gəzir. Yəni müharibə qutarandan bu günə kimi dayanmadan işləmişəm. Ofisantda, fəhlədə, hər şey işləmişəm də. Yəni necə deyim sizə, bir gün işləməyəndə insan indi Bakıda yaşayanlar bilər də, insan bir gün işləməyəndə həqiqətən səhər gün çətinlik çəkir. Yəni ona görə oradan ora qaçmışam, buradan ora vurmuşam özümü ki, bir tikə çörəyimi qazanım. Çünki necə deyim sizə, hamı öz ayaqları üstündə durur da, yəni çətinliklə, mübarizə ilə, oyla, boyla yaşamağa çalışır. Xahiş edirəm. Qəlb qırmayın. Yəni bir nəfər, 2 nəfər düşüklük, təlxəklik eləyirsə, deməyin ki, qazilər istifadə edir, veteranlar istifadə edir. Bu cümləni işlətməyin. Yəni vallahi yaraşmaz. Necə ki